Salam, hörmətli izləyicilər. 1945-ci ildə Stalinin şəxsi göstərişi əsasında SSR-də, Avropada, bütün dünyada yayımlanan bu Azərbaycan kinosu SSR büdcəsinə 5 milyard rubl məbləğində qazanc gətirmişdi. 1944-45-ci illərdə bildiyiniz kimi SSR bütün Avropanı faşist Almaniyasından azad elə irəliləyirdi və ona görə də SSR-nin humanist obrazını bütün dünya göstərmək üçün bir sənət əsərinə, bir kinoya ehtiyac vardı. Ona görə də bir neçə kinoları Stalinə təqdim edirlər. Stalin yalnız Azərbaycanın bu kinosunu bəyənir və özü dəfələrlə bu kinoya baxır və bu kinoda olan süjetləri və bütün obrazları bəyənir. Və beləliklə də bu Azərbaycan kinosu bütün dünya turuna çıxır və 140 ölkədə nümayiş etdirilir və 86 dilə tərcümə olunur və beləliklə də SSR-də bu kino izlənməsi rekord həddə çatır və 16 milyon insan bu kinonu izləmişdir. Və bu film Azərbaycanın ən gözəl filmlərindən olan Arşın Malalan filmi idi ki, 5 milyard rubl məbləğində SSR büdcəsinə pul qazandırmışdı, gətirmişdi və bu da o dövrdə böyük bir metallurgiya zavodunun tikilməsi deməkdir. Yəni 5 milyard rubla böyük bir metallurgiya zavodu tikmək olardı. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.